Sosial media fenomeni Bahar Candan intihara təşəbbüs edib. Bugün TV Baku WS saytına istinadən xəbər verir ki, o anası Umut Candana bacımın yanına getmək istəyirəm deyə mesaj göndərib. Daha sonra bir qutu dərman içərək intihara cəhd edib. Umut Candan təcili yardıma xəbər verdikdən sonra Baharı evində huşsuz vəziyyətdə tapıblar. O dərhal Şişli Etval xəstəxanasına yerləşdirilib. Mədəsi yuyulduqdan sonra özünə gəlib. Bu barədə saytlardan birinə açıqlama verən Bahar, "İnsanlar çox qəddardılar. Bu qəddarlığa dözə bilmirəm. Bu qəddarlıq və vəhşilik bacımı öldürdü. İndi məni öldürməyə çalışırlar. Kaş ki məni xilas etməsəydilər" deyə bildirib. Qeyd edək ki, Baharın bacısı Nihal Candan ötən ilin iyununda anoreksiyadan vəfat edib. Hüsniyə Salmanova, Samir Əliyev, Bugün TV.